Hər kəs xoş gördük. Əziz izləyicilər, Ofsaysız söhbətin 3-cü bölümü ilə bu gün qarşınızdayıq. Bugünkü qonağımız futbol agenti Yunusli Yunus bu gün verilişimizdə iştirak edəcək. Xoş gördük sizi. Salam, çox Üçüncü sağ ilə olun. gəldiyinizə görə vaxtınız bizə aid olsun. Təşəkkür edirəm sizə. Günləri bir çox mövzu ətrafında ətraf şəkildə danışacağıq sizdən. Mən çox uzatmadan keçid davam elə birinci həm problemə, həm də sualımıza. İlk öncəliklə sizdən maraqlı bir sual vermək istəyərdim sizə. Yerli oyunçuların xarici bazarda azlığı haqqında sən uzun şəkildə ətraflı danışsaq, siz necə fikir bildirərdiniz? Belə deyim, çox sağ olun dəvətiniz üçün. Bunu mən qeyd etmək istəyirəm ki, yerli bazarla bağlı xaricə çıxışı, yəni transfer market önəmli şərtlərdən biridir. Futbolçunun statistika göstəricilərinə görə. Transfer marketdə belə deyim, bizim Premyer Liqamızda legioner limiti ləğv edildikdən sonra yerli futbolçularımız çox az şans qazanırlar. Əsasən çox təşkil etdiyi yer 1-ci liqadır. Orada da yəni kifayət qədər Azərbaycanlı futbolçu var. Amma transfer market 1-ci liqada nə oyun sayını, nə qol sayını, nə də assist sayını yazır. Bu da əlbəttə ki, futbolçuları narahat edir, agentləri narahat edir. Çünki bir neçə agentimizin 1-ci liqada kifayət qədər futbolçuları var. 2-ci liqaya hal-hazırdakı vəziyyətdə yarı peşəkar olduğuna görə indi gələn il federasiya düşünüb ki, 2-ci liqada peşəkar olsun, bu status verilsin. Yəni 1-ci liqa, dubl, əvəz edicilər O artıq tam çox çətin məsələdir. necə yəni tam çətin vəziyyətdə? Əksinə belə deyim, yəni dublun göstəriciləri yazılsa mənim üçün daha yaxşı olar. Çünki orada gənc futbolçu kifayət qədər çoxdur. Yəni mən bunu düşünürəm ki, ümumi əgər transfer marketdə aşağı liqalarımızda əvəz edici olsun, 1-ci liqa olsun, 2-ci liqa olsun, oyun saylı, ümumiyyətlə assist, qol bula yazıldığı təqdirdə əlbəttə ki, xarici klublar, ümumiyyətlə xarici bazarda işləyən agentlər Azərbaycanlı futbolçulara qarşı belə deyək, tam belə maraqlılar. Yəni bizə yaxın olan ölkələrdə Gürcüstandır, Belarusiyadır, Sərhəd ölkələr hansı? bəli, sərhəd Türkiyədə ölkələrində, məsələn. Türkiyədir məsələn. Yəni bunların hamısında, yəni 1-ci liqalarında transfer market statistikaları yazılır. Və biz məsəl üçün bugünkü gündə maaş ortalaması olaraq istəyirik ki, məsəl üçün yaşı gənc, belə deyək də, maaşı çox istəməyən futbolçular olanda biz Premyer liqalara nəzər yetiririk. Belarusiyanın, hətta Gürcüstanın, deyək ki, yəni yaxın ölkələrdən də, yəni bura asanlıqla gələ bilsin. Çünki xarici ölkələrdə olanda biraz Afrikalılarda viza məsələləri var, bəzi ölkələrdə viza məsələləri var. Transfer müddəti biraz gecikir. Ona görə də yaxın ölkələrdə bunlar var, niyə də bizdə olmasın? Yəni yalnız yəni Premyer liqada görsənir o necə deyim? Heç bəzi oyunçuların dəyəri də görsənmir transfer marketdə. Bəli, yəni transfer marketdə məsəl üçün bir futbolçunun 200.000 dəyəri varsa, o 1-ci liqaya transfer olursa, yəni belə deyək, avtomatik düşür, silinir. Avtomatik silinir. Yəni düşür yox, avtomatik silinir və yalnız kubok oyunları yazılır. Çünki kubok oyunları rəsmi gedir. Ona görə yəni transfer marketdə var qeydiyyatı onun. Çox böyük bir problemdir bu, yəni bizim üçün. Çünki gənc oyunçular var ki, dublda. Düzdür, PFL saytında yazır. Yəni bombardier siyahısında var, amma assist yoxdur. Assist yoxdur. Yenə deyim, amma oyun sayısı yenə yoxdur. deyirəm, yəni bəzi platformalarda da var ki, görsənir, amma hamı transfer marketə baxır. Yəni mənim fikrimcə bu problem aradan qalxsa, futbolçular üçün, agentlər üçün də yəni çox yaxşı nəticələr olar. Həm də oyunçu məsələn mən deyə bilmək istəyirəm, oyunçu almaq istəyirəm, onun oyun sayısı hansı sistem Biz uyğundur. buna çətinlik çəkirik. Məsəl üçün 1-ci liqada olan futbolçular Nə qədər qaçır, hara işləyir. Futbolçuları belə deyim, biz xarici liqaya təklif eləyəndə 1-ci liqa futbolçuları. Məsələn, məşqçi baxır ki, yəni bunun statistikası yoxdur, çətinlik çəkir, biz də çətinlik çəkirik. Məsələn, videolar göndəririk ki, hə bu məsəl üçün bu tarixlərdə oynanılıb. Artıq belə deyək, yəni biraz qeyri-peşəkar yəni yanaşırlar. Yəni videodan da bir oyunçu almaq çox çətin məsələdir. Yəni statistika olmalıdır, məsələn, yəni müəyyən məlumatlar olmalıdır ki, məşqçi ona rahatlıqla baxıb rahatlıqla futbolçunu götürə bilsin. 1-ci liqada bu mövsüm siz də çox işlədiniz transferlər üzərində. Mən maraqlı sualım olacaq, çünki bu sizin də agentliyiniz olan futbolçulardan bir Bahadur Əziyev. Mən ilk yarı Səbayın oyunlarında çox iştirak etmişdim. Demək olar hər tərəfdə oynayırdı da bu adam, əməl başdı. Çox yaxşı performans göstərdi. Son 3 oyunda səhv eləmirəmsə, bir qol 2 assist, eləmi? Niyə ayrılıq baş verdi? Mingəçevir keçid elədi Bahadur. Açığı mən gözləmirdim. Yəni Bahadur Əziyevin
Səbaildən ayrılacağını, günlərin bir günü, yəni transfer başlamazdan əvvəl mənə zəng olundu Səbail rəhbərliyi tərəfindən ki, Bahadur Həziyevlə Adi Şükürov yollarını ayırmaq istəyir. Səbəb? Səbəb ondan ibarətdir ki, yəni belə mən danışdım Adi Şükürovun özü ilə. Açığı dedi ki, sistemə uyğun deyil, belə deyək, məşqdə qaçmır və s. və ilaxır belə bir söhbətlər dedi mənə. Yəni mən də oyun statistikasını göz önünə gətirdim ki, yəni son Adil müəllim, yəni son 3 oyun siz gəldiniz Səbaildə baş məşqçi oldunuz və bu son 3 oyunda Bahadur 2 asist etdi və 1 gol vurdu. Hətta Şaxtar Qusarla 2-1 məğlubiyyətin ikinciliyi yəni Bahadur vurdu. Yəni bir hal ən azından komandanın aktivinə yazdıra bildi. Açığı Bahadur Həziyevin özü ilə də mən danışanda Bahadur Həziyev demişdi ki, yəni Adil müəllimin özü mənlə gəlib yəni təklikdə danışmağı ki, mən səndən bunu istəyirəm, bunu elə. Yəni bu mənim üçün belə deyək, əsassız bir qərar oldu. Yəni Adil Şükürovun mənə dedikləri. Ona görə də mən açığı yəni Bahadur Həziyevlə bağlı, yəni mən hansısa kluba keçidiylə bağlı heç bir narahatçılığım yox idi. Çünki Səbaildən Yaxşı oyunçunun alıcısı çox oldu. Bəli, Səbaildən çıxan kimi elə yəni xəbər yayıldı ki, yəni Bahadur Səbaillə yollarını ayırır. Yəni Mingəçevir bizə əlaqəyə çıxdı. Günü bu gün Bahadur Mingəçevir də çox xoşbəxtdir. Yəni çempionluq iddiası var. Mingəçevirin də yəni bu qış transferində etdiyi transferlər də həqiqətən çox 12 yaxşı transfer. Hə, Çünki ilin əvvəlində Mingəçevirdə bəzi problemlər var idi. Yəni komanda öz səviyyəsində irəliləmək istəyirdi, amma qış transferlərindəki transferlərdən sonra görürük ki, artıq daha böyük iddialar var. Bəli, yəni Bunu müzakirə etsək, bəs siz necə qiymətləndirirsiniz? Çünki qabaqda marafon uzundur, düzdür. İndi Şəfa lider olsa da, birinci liqa artıq keçənlə nəzərən daha çox inkişaf bunu deyə bilərəm ki, hələ mən Şəfanı çempion görmürəm. Səbəb? Səbəb odur ki, Bakı Sportinqlə xalterdir. Rəqibi, yaxın rəqibi Bakı Sportinq, Mingəçevir və Səbaildir. Yəni bunlar daha çox iddialı komandadılar. Yəni mən fikirləşirəm ki, Şəfa növbəti turlarda, növbəti oyunlarda çətinlik çəkəcək. Yəni belə. Şəfanın oyunu demişəm, məsələ axırıncı biraz Bakı Sportinqdən masada deyinmək istəyərdim. Mən həmin oyundaydım. Şəfada sanki mən necə deyim, yeni bir sistem dəyişkənliyi var artıq. Biraz Qarabağlığa doğru gedirlər, amma üstün müdafiə şəkildə. Son oyunda analiz edəndə 3-1-4-2 gedirdilər. Amma hər oyunlarına baxsaq, tək bir şey görə bilərik ki, birinci qoldan sonra komanda artıq daha rahatlaşır, daha rahat sistemli bir oyuna keçir. Məhz Bakı Sportinqdə də ilk 45 dəqiqə tamamilə Şəfanın dominantlığı altında keçdi. Amma ikinci hissədə artıq qol vurulandan sonra tamamilə oyun daha rəqabətli oldu. Bu da birinci liqanın normal halıdır. Atmosfer də biraz gərgin keçdi, söz nasığı. Siz hansı oyunda oldunuz bu həftə yoxsa? Bu həftə oyunlar da ola bilmədim. Çünki Gələn həftə bəs transfer sezonuna bağlı biraz başımız qarışır. Transfer demişəm, başqa belə transferlərdə məsələn bizə o necə deyirlər, o epizodu, yəni sürəci anlatmaq istəsəz məsələn. Məsəl üçün hansı? Elə başdan axıra. Məsələn mən bir oyunçuyam, ya sərbəstəm ya da klubdayam da ayrılıq Qış olacaq. transferi ümumiyyətlə çox ağır keçən bir transfer. Çünki hazır oyunçuların çoxsu da komanda buraxmır. Əsasən belə deyək də, qış transferində biz dekabrda bitən çempionatların oyunçularına baxırıq. Çünki orada yəni futbolçular free olurlar və rahatlıqla biz onları gətirə bilirik. Açığı məsələn başqa liqalarda necə ki bizim liqada 6 ay qalıb, hələ liqanın bitməsinə indi 4 ay. Yəni belə çempionatlarda futbolçunu gətirmək üçün kluba müəyyən qədər pul ödənilməlidir ki, oyunçunu versinlər. Amma bu necə deyim, bu çempionatlarda dekabrda bitən, yəni Belarusiyadır, məsəl üçün Gürcüstandır, Qırğızstandır, Tacikistandır eyni qaydada. Yəni bu Estoniyadır məsəl üçün, yəni Norveçin özündə qeyd etmək istəyirəm. Yəni buradakı oyunçuların hamısı müqaviləsi bitirdi, biz onu rahatlıqla gətirə bilirik. Amma vaxt müddəti o qədər qısadır ki, yəni futbolçuya daxil etmək, bir ay ərzində, yəni məsəl üçün ümumi yay transferində belə, yəni biz bir futbolçunun işini bir ay görürük. Elə olur ki, bir razılıq müddəti və s. və ilaxır futbolçuya qıraqdan gələn təkliflər, futbolçunun onu düşünməyi və s. və ilaxır. Yəni yay transferi uzundur deyə, yəni rahat işləmək olur. Amma qış transferi müddəti çox qısadır deyə, yəni əsasən yəni hər yerdən qopuruq. Belə deyim, yalnız transferə görə. Bəs bu ay sizi ən çox yoran belə əziyyətə biraz sizi cəlb edən oyunçu oldu transfer? Açığı belə deyim, Premier Liqada artıq çox komanda legioner limitini, belə deyək, yəni tam şəkildə
Bəzilərində 1-2 dənə yer qala bilər. Belə amma çoxusu məsələn bitirib ya almaq istəmir. Göründü ki, yəni belə deyim, legionerlə bağlı yəni yerli futbolçulara üstünlük tutdular Premyer Liqada. Axırıncı, sonuncu Michelin transferini də qeyd eləmək Bəli, istəyirəm Riyad sizə. Abbasaydan transfer edə bilərəm. Yəni o qeyd eləyə bilərəm. Məsəl üçün Karvanın özü səhv eləmirəmsə 2 ya 3 dənə Azərbaycanlı futbolçu qatdı heyətinə. Yəni belə deyək, hər zaman legioner transferləri yayda. Yəni bizim çempionatda yaxşı olur. Yəni seçimlər çox olur, belə deyək, danışıqlar çox olur. Yəni belə deyək də mən düşünmürəm ki, hansısa bir agent qış transfer pəncərəsini bəyənər. Onda qısaca bir də bir şey soruşmaq istəyərdim. Siz legioner limitinin olub-olmamağı ya da məsələn əvvəllər məsələn 8+3, 9+2 və s. rəqəm atıram. Sizə hansı daha çox sərf edir? Açığı belə deyim, yəni legioner mövzusu əlbəttə ki, sərf eləyir, amma ilk növbədə biz öz futbolumuzu düşünməliyik. Öz yerli futbolçularımızı düşünməliyik. Çünki kifayət qədər futbolçu yoxdur ki, yəni xarici çempionatlarda oynasın. Yəni çox azdır. Yəni ona görə də əlbəttə Ayxan Abbasovun da bir yəni müsahibəsini oxumuşdum ki, yəni yerli futbolçulara şans verilmir. Yəni bu futbolçu milli komandaya necə təsir bağışlayacaq? İndi var məsəl üçün Qarabağda Bəhluldur, Elvindir. Yəni indi bunlar Onlar da artıq müəyyən təcrübəyə sahib futbolçular. Bəli, yəni əsas gənclərdir məsələn. Bəli, milli komanda üçün çətindir. Yerli futbolçular belə deyək də oynamır. Yəni az oynayırlar, indi bəziləri oynayır, bəziləri oynamır. Yəni bu kimi problemlər var, amma yəni legioner də belə deyək də çempionata bir maraq qatır. Yəni legionerin keyfiyyəti, ümumiyyətlə legionerin bacarıqları, yəni çempionatın temposunu qaldırır və s. və ilaxır. Bu kimi yaxşı şeylər də var, mənfi şeylər də var. Kubok oyunlarının son oyununda Şamaxıya 2-1 hesabı ilə məğlub oldular. Qabaqdan həm Qarabağ Neftçi, həm də Newcastle oyunlar gəlir. Mən ilk öncə ilə başlamaq istəyirəm. Sonuncu vəziyyətdə Şamaxıya 2-1 məğlubiyyətdən. Şamaxı ilə oyunu dəyərləndirmək istəyərdim sözün açığı, amma bir problemimiz var. CBC Sportun çəkilişindən siz nəsə görə bildiniz? Mən açığı yox. Dumanlı hava. Dumanlı hava idi, bəli. Yəni burada əlbəttə ki, çox belə mən köstə olmaq istəmərəm, amma ki, məsələn, müəyyən mən təlif haqqı sahibiyəmsə, mən istəyirəm müəyyən keyfiyyətdə olsun da. Məsələn, mən baxmaq istəyirəm ki, epizodda hücum necə gedir, məsələn, analiz eləmək istəyirəm, amma dumandan heç nə görsənmir. Ya da heç bu oyun olmasın, deyək, bu oyun elə bir sadə misaldır. Digər oyunlarda, məsələn, çəkiliş açısına baxırıq, günəş buradan vurur, heç nə görsənmir oyunda, kameraya düşür. Məsələn, siz indi agent kimi yox, bir sadə izləyici kimi, məsələn, bu vəziyyəti necə dəyərləndirərsiniz? Dəyərləndirmək budur ki, yəni əsasən futbolda yəni komandalar oynayır. Əgər hava şəraitinə görə hakimlər icazə verirsə, komandalar oyuna çıxıb oynayır. Amma burada mən Şamaxı Qarabağ oyununda bir nöqtə məni maraqlandırdı ki, yəni heç belə yəni yaxın kadrda belə qol görsənmirdi. Çox çətindir. Çox çətin idi. Yəni burada belə deyək də oyunun oynanılıb ya da oynanılmayacağını hakimlər qərar verir. Yəni artıq belə deyək də Azərbaycanda VAR sistemi var və yaxud hansısa bir offside momentində və yaxud hansısa bir penal momentində, yəni bunu VAR-dan necə görəcəkdilər? Yəni bu bilmirəm, bəlkə düşünülmüş addımdır, bəlkə düşünülməmiş addımdır, bilmirəm. Amma yəni mənə açığı oyuna çox da baxmamışam, belə deyim, amma qısa kadrlar görmüşəm ki, yəni qol yaxından belə görsənmir. Yəni bu offside xəttini necə qoyacaqlar? Mən baxmaq istədim ilk 10 dəqiqədən sonra başım bura. Məsələ burasındadır ki, yəni baş hakim Bakavoylar yəni stadiona yaxındır. Onlar görə bilərlər. Amma mübahisəli bir qərar olduğu təqdirdə, yəni VAR-dan bunu necə qərar verirdilər, necə görürdülər, bəlkə də zoom eləyirdilər, bilmirəm, yəni müəyyən problemlər olurdu. Yəni buna nəzərə, yəni mən o çempionat deyirəm, yəni kubokun oyununu həqiqətən də yəni çox çətinlik çəkiblər, gördüm. Azarkeşlər özü olsun belə və yaxud yəni TV-dən izləyənlər və s. və daxil. Özün əvvəlində qeyd elədi, Qarabağı çətin oyunlar gözləyir. Həm Çempionlar Liqası, həm Neftçi ilə oyun ki, Neftçi ilə oyun öncəsi maraqlı hadisələr baş verdi. Bilmirəm, siz yəqin xəbərlərdən azad oxuyarsınız. Eşitdim xəbərlərdən, bəli. Birinci Neftçi ilə danışıqlar aparıldı, oyun ləğv edilmədi. Sonra Prezident Tahir Gözəlin açıqlaması oldu ki, biz Neftçi klubundan xahiş edirik ki, oyun ləğv olunsun və axırda deyəsən, hələ rəsmi qərar olmasa da artıq dolaşır ki, oyun ləğv olunacaq. Sizcə
oyunun 3 gündə bir olması Qarabağ üçün sərf edirmi, yoxsa Premyer Liqa temposu Çempionlar Liqasına problem yaradırmı? Yəni belə deyim, Qarabağ Neftçi söz-söhbətini eşitdim, biraz belə deyək, daha gözəlinin də müsahibəsini baxdım. Yəni burada belə deyək də Qarabağ Azərbaycanı təmsil eləyir. Yəni Qarabağ Qarabağı təmsil edir. Yəni ona görə də belə deyək, Azərbaycanda olan Neftçi demirəm, bir başqa klub da ola bilərdi. Yəni anlayışla qarşılamalıyıq mənim fikrimcə. Çünki yəni Qarabağ bizi layiqincə təmsil eləyir. Yəni Ya artıq tariximizdə görmədiyimiz tariximizdə yerlərdə. görmədiyimiz, yəni belə deyək də bizim milli komanda ilə dünya çempionatı xəyalımız var idisə, yəni bu xəyal onu yaralayır. Yəni biz play-offda çıxış eləyirik hal-hazırda. Yəni Newcastle-da belə deyək də çox geniş təcrübəyə malik bir komandadır. Tarixi var. Yəni ona görə də mən fikirləşirəm ki, bütün Azərbaycan klubları Qarabağa belə vəziyyətlərdə dəstək olmalıdır. Yəni belə deyək də öz işinə görə yəni o qarşısını kəsməli deyil. Yəni əlbəttə ki, bu gedişat da niyədir? Söhbət yəni tempodan da ola bilər. Amma yəni bu futbolçu Çünki liqanın tempi, sürəti Avropanı qoyaq, dünyada çox-çox aşağı yerlərdə. aydındır, amma yəni burada belə deyək də, nə qədər də vitaminizasiya yaxşı olsa belə, yəni 3 çempionatda, yəni kubokda, liqada, Çempionlar Liqasında çıxış etmək həqiqətən də çox sıx qrafikdir. Yəni futbolçu da robot deyil. Yəni futbolçu istirahət zamanı olmalıdır və s. Düzdür, yəni bəzi momentdə var ki, hamı deyir ki, yox, futbolçu oynamalıdır. Futbolçudan da futbolçu o əlavə, qədər- məsələn, öyrəşmək söhbəti var da, Yəni, artıq məsələn deyirlər ki, dünya klublar səviyyəsində olmaq istəyiriksə, artıq yavaş-yavaş təməllər qoyulmalıdır. bəli, yəni burada təməli artıq Qarabağ qoyub. Yəni belə deyək, Qarabağın Çempionlar Liqasında çıxış etməyi, yəni Azərbaycanın reytinqini çox yüksəltdi. Və bu o deməkdir ki, bu bizim hamımıza sərf eləyir. Yəni belə deyək, agentlərimizə, futbolçularımıza, Klublarımıza, gəlirlər klublarımıza. cəhətdən. Yəni yəni gəlirlər bir yerdə. Mən əsasən belə deyim də, yəni Azərbaycana baxış açısını dəyişdirdi. Yəni məsələn əvvəl biz Azərbaycanın futbolçusunu başqa yerə transfer eləyə, yəni başqa yerə göstərəndə ya transfer eləyəndə, yəni belə deyək də çox da önyarğılı davranırdılar. Yəni deyirlər ki, Azərbaycandır belə elə, amma indi elə deyil. İndi Qarabağı tanıyırlar, bilirlər ki, Qarabağ burada oynayır. Hətta bəzi legionerlərlə də danışanda razılaşmayanda məsələn biz onlara deyirik ki, Qarabağ bu çempionatda oynayır. Yəni sən gəlib burada özünü göstərib Qarabağa transfer ola bilərsən. Bu həyatdır. Hər şey ola bilər. Hər şey ola bilər. Amma baxırıq ki, həqiqətən də çox legionerlər Qarabağa görə bu çempionatda oynamağı razılaşır başqa komandalarla. Və son olaraq Newcastle-dan oyunda əsas gözləntiləriniz nədir? Mən Newcastle-da gözləntiləri və səmimi şəkildə demək istəyirəm ki, əgər səhv eləmirəmsə birinci oyun Bakıda. Bəli. Yəni burada yaxşı iştirak etsək, burada Newcastle-ı məğlub etsək, yəni mən inanmıram ki, Qarabağ Newcastle-da oyunu verər. Bəs Yəni belə deyim də, yəni Qarabağ daha da həvəsli oynayar Newcastle-da, daha da ümidli oynayar. Ən azından mən fikirləşirəm ki, biz Newcastle burada 2 top fərqini udacağıq. qalib olma şansımız və tur keçmə şansımızı faizlə hesablasaq. Turu keçmə şansımızı mən 70% deyə bilərəm ki, Qarabağ bu turu keçəcək. Çünki inanıram. Yəni belə deyək, həqiqətən də, yəni onlarda olan baxış açısı, onlarda olan strategiya, iş, sistem, yəni əlbəttə ki, Newcastle biz Chelsea ilə burada başa-baş oynadıq. Liverpool aydın məsələdə Anfieldda biraz çətin idi. Yəni Newcastle-la başa-baş oynaya bilər bir Qarabağ. Yəni Chelsea ilə başa-baş oynayan Qarabağ, yəni Newcastle-ı daha asanlıqla məğlub edə bilər deyə düşünürəm. Məncə də, çünki axırıncı məsələn Qarabağ bu mövsüm inanılmaz işlər elədi, amma ötən mövsüm hamı yerdən yerə vururdu. Hamı prezidentindən tutmuş oyunçuların getməsini, Qurbanova istifadə edən. Onları da indi azarkeş düzdür demək olmaz. Çünki sonuncu Qarabağla Turan-Tovuzun Premyer Liqa oyununda stadion düzdür 4000 nəfər iştirak etmişdi. Bu az sayı deyil bizim Premyer Liqa üçün. Amma demək olar azarkeş, yəni sırf həm Qarabağı sevənlərdən başqa bir də Tovuz azarkeşləri əlbəttə ki, Arena stadiondadılar. Yəni çox azdır. Məsələn burada tənqid eləmək istədiyim şey, yəni daha çox yeni futbola öyrəşmiş, yeni futbola baxan azarkeşdən tamamilə futbola baxış açısının ümumiyyətlə olmamasıdır. Mən məsələn səhv dəyərləndirirəm. 15-20 illik bir sistemi bir cümlə ilə çox sadə edib belə atasan qırağa. Çünki bizim futbolumuz hələ neçə illər qabaqda, yəni biz bir mərhələ, təsnifat mərhələsinin bir mərhələsi keçəndə arxaya baxıram, bayram havası yaranır. Çox böyük qürurdur.
Amma indiki vəziyyətə baxdığımızda artıq sizin kimi sadə izləyicilər belə Newcastle kimi bir rəqibi keçəcəyinə inanırsa, deməli biz artıq müəyyən yolu təməl atmışıq. Evet. Mən düşünürəm ki, acı təcrübələr, lap 10 gol da yesək, gələn dəfə 5 gol yeyəcəyik. Gələn dəfə 2 gol. Amma axırda məğlub edəcəyik və adımızda Biz onu vaxtilə yaşamışıq. Biz onu məsələn çox yaşamışıq. Çempionlar Liqasında biz Chelsea-dən 6-0 məğlubiyyətimiz var idi orada səhv eləmirəmsə. Yəni Qarabağ bu məqamları keçib. Yəni Qarabağ artıq belə deyək də, yəni dünyaya səs salmış komandadır. Yəni Qarabağımızdır, bizim komandamızdır. Yəni ona görə də biz onlara tam Təkcə oyunu ilə də, scout sistemi tam ilə. dəstək qoymağı. Yeri gəlmişkən, yəni tribuna danışıqları deyim də, sizin dediyinizdə tribuna danışıqları. Yəni 30 min insanı idarə eləmək mümkün deyil. Yəni söhbət azarkeşlik. İnsan deməzdi, ona çox böyük kütlə deyərdik sadəcə. Kütlə deyək, yəni belə deyək də, yəni kütlə nədir? Yəni hərənin fərqli bir fikri var. Yəni kimisi daşlaya bilər, kimisi məsələn yaxşı sözlər deyə bilər. Məsələn, tənqid ola bilər, yerli tənqid. Amma məsələn, elə sizi öz işinizdən misal verim də. Məsələn, siz artıq neçə ildir bu işdəsiniz də, neçə illər boyu təcrübəniz böyükdür. Ya işə təzə başlamış biri, ya da ümumiyyətlə bu işlərdən başı çıxmayan biri, məsələn, uzaqdan nəsə sizin işlə bağlı. Bunu belə eləsən düzgün olmaz, məsələn, desək. Sizə belə qəribə gəlməzsə, belə nədən? Əksinə elə insanları yəni dinləmirəm açığı. Yəni belə çox əhəmiyyətsiz gəlir. Belə deyək də, yəni o insanlar yəni mənlə söhbət edəndə belə, yəni bacardığım qədər belə deyək, yəni söhbəti tez sonlandırmaq istəyirəm ki, yəni çünki belə deyək də, yəni ona qulaq assaq da, yəni onlara qulaq assaq belə deyim, yəni işimizi görməyək. Yəni hər zaman futbolda belə deyək də tənqidlər var. Belə deyək, bəyənən də var, bəyənməyən də var. Ona görə də belə deyək də kütləni elə kütlə halında qoyaq qırağa, belə deyim. Onda biz mövzuların hamısını danışdıq. Sizə də yenidən təşəkkür etmək istəyirəm vaxtınızı ayırdığınız üçün. Çox sağ olun. Əziz dostlar, bugünkü verilişimizin bölümü sona çatdı. 3-cü bölümü yekunlaşdırdıq. Növbəti həftə əgər ki sizin də mövzularınız, suallarınız varsa şərhlərdə bizə yaza bilərsiniz. Kanalı izləməyi, bizə dəstək olmağı unutmayın. Abunə ol butonu oradadır. Abunə olmaq da pulsuzdur. Biz bugünlük sizinlə sağollaşırıq. Növbəti həftələrdə görüşənədək.